Salam hörmətli izləyicilər, hər vaxtınız xeyir olsun. Saray qəsəbəsində 2 otaqlı ev çıxdı satışa, bütün əşyalar içində qalmaq şərti ilə 59 min manata. 59 min manatdan hələ qiymətən endirim olunacaq, yaxşı endirim olunacaq. Mütləq gəlin bu evə baxın. Fərdi yaşayışdır, bu əvvəldən onu deyim. Yəni ki, torpağın çıxarışı fərdi yaşayışdır. Bu evi alıb, kupça alıb, qeydiyyata düşə biləcəyiniz bir evdir. Bax bu ev. Qaz, su, işıq, sayğacları hamısı var. Kanalizasiyası da mərkəzidir. Kombisi də var, hər şey, yaşayışa tam hazırdır. Məsələn, zəhmət yaxınlaşın. Bax, buradan, pəncərədən baxırıq həyətinə. Bax, bu bunun həyətidir. Bax, görürsünüz həyəti. Bax, buradan bir dənə göstərək həyəti. Bax, belə bir bağı var. Evin böyründən də keçməyə ora yer var. Sonra, bax, bu gördüyünüz bu divandır, kreslodur, televizordur, lüstrlərdir. Hər şey qalır evin içində. Xalça, xalça da qalır da. Hamısı, bax, nə görürsünüz evin içində qalır. Bu qonaq otağıdır. Yəni zalıdır, görürsünüz. Bu qonaq otağıdır. Qəşəng səliqəli qapıları var. Polu belə şam ağacından olan taxtadandır. Oradan yavaş-yavaş yaxınlaşaq. Siz buradan durun, bir dənə buranı çəkin belə. Buradan durun, bir dənə zəhmət olsa məni çəkin. Bax belə. Burada evin koridoru. Yəni qapıdan girdiniz içəri. Burada qonaq otağıdır. Burada mətbəxdir. Burada da yataq otağıdır. Bu da sanitar qovşağıdır. Hələ mətbəxinə baxaq. Bax, bu da mətbəxidir. Görürsünüz? Bax, dəmir raşotkalarına qədər qurulub hazırdır. Dəmir raşotkalarına qədər qurulub hazırdır. 59 min manatadır. Yerləşdiyi ərazi bilirsiniz. Saray qəsəbəsində Sumqayıtdan gələndə birinci Oba market var. Oba marketdən elə biraz qabağa gəlirsiniz, orada Saray market var. Düz elə onun yanındadır. Yola yaxın evdir. Yolla məsafəsi elə böyük deyil, yəni yola yaxındır. Gördünüz, bax, mətbəx mebelidir, qaz peçidir, aspiratordur. Ümumiyyətlə, evin içərisində nə əşya görürsünüz, hamısı evin içərisində qalmaq şərti ilə bu ev satılır. Bir dənə ola bilsin ki, bu qaravatı götürdünüz də, hə? Ola bilsin ki, bir dənə bu öz yataq kravatları var, bir dənə bunu götürdülər. Qalan hər şey evin içərisində qalacaq. Seksiya radiatorları var, kombini də göstərəcəm sizə. Bu da bir yataq otağıdır. 2 otaqlı evdir, 59 min manatlar. Sanitar qovşağını göstərək, zəhmət olmasa. Bax, bu da sanitar qovşağı. Yaşayışa tam hazır olan bir evdir. Bax, belə. Görürsünüz? Vəssalam, bax, belə. İndi zəhmət olmasa davam ilə evdən həyəti də göstərək. Bax, qapıdan, qoy mən buradan göstərəm belə. Bax, bu qapıdan, evin qapısından gəlirik həyətə. Bax, burada bax, belə darvazadan belə bir navesi var. Bax, belə darvazadan girirsiniz içəri. Bax, belə həyətdir, görürsünüz. Bax, belə. Burada da kombisi var. Kombisi var. Bu nədir belə? Bu mətbəx idi, bu yoxsa? Hə, mətbəx mebeldə həyətə də yığıblar. İstəsiniz gələcəkdə mətbəx mebel kimi də istifadə eləmək olar. Buradan da indi bir dənə sizə nəyə göstərmək istəyirəm? Bu evin böyründən, bax, buradan yol gəlir həyətə. Bax, buradan ara ilə gəlirik. Bayaq pəncərədən göstərdiyim həyətdir. Bax, burada. Bax, belə. Balaca da bir həyəti var. Bir də izah edirəm, Saray qəsəbəsində Oba marketdən girdi, Saray marketin yaxınlığındadır. Bax, belə bir evdir. 59 min manata. Bütün əşyalar evin içərisində qalmaq şərti ilə satılır. Bax, evin içərisində bütün əşyalar, hamısı evin içərisində qalmaq şərti ilə 59 min manatadır. Qiymətində də mütləq endirim olunacaq. Yaxşı da endirim olunacaq. Bax, bu da yataq otağıdır. Bu da sanitar qovşağı. Və bax, belə. Gəlib indi inşallah qalanlara burada evə baxanda dəqiqliyi ilə burada hamısını izah edəcəm sizə. Sağ olun.